Çok sağ olun. İnşallah o gün olur Karabağ'ımızda, o gün olur Zenginhan'ımızda. Hemreliğimizi en içten duygularımızla kutlarız. Çok sağ olun. Hepinizin bayramı mübarek olsun. Teşekkürler efendim. İndi ise səhnəyə Elnura Abdullayevanı vətən himni ilə dəvət edirik. Göz tökür, qulaq kəsir, qız əsir, gəlin əsir, qar yağır, külək əsir. Birləş, el oğlu, birləş. Türk ol, tat ol, talış ol, əlli, dost ol, tanış ol. Lap boyun bir qarış ol. Birləş, el oğlu, birləş.
bizim tariximizdən. Bəlkə də 10 il keçir bizim ömrümüzdən. Yurdumsan, yuvansan Azərbaycan, yarımçıq və qurban olsun bu can. Yurdumsan, yuvansan Azərbaycan, yarımçıq və qurban olsun bu can. Qurban məskənimsən Azərbaycanım, anam doğma vətənimsən Azərbaycanım. Qurban məskənimsən Azərbaycanım, anam doğma vətənimsən Azərbaycanım. Bunu başa sala bilsən millətə, vətənin birbaşa dəxli var qeyrətə. Qeyrət deyən kimi coşar mənim xalqım, Qarabağı bir gün alır mənim xalqım. Erməni orada burada Bakıda mənim deyir, bizimkilər pul üçün bir-biri yeyir. Şuşa çıxır artıq Qarabağ, Qarabağ çıxır artıq medianın yadından. Şuşa yazarına düşür hava məlumatından. Buna görə də var bizim klub, klubu vətəni sevən oğlanlar qrup. Ey oğulları həm qızları Qafqazın, ümidimiz nədir xalqımızın. El qızısa, ya vətən olsa, ya Nigar xanım, ya əməyi yorulsa, bizdən başqa kimdir bizim halımıza yanan? Axı bizim vətəndir darda qalan. Əgər fayda vermək istəsən vətənə, bu yolda Tanrı yar olar sənə. Bir Azərbaycanlı qalsa dünyada, qalmayacaq Qarabağımız yada. Bunu bilməlidir hər bir uşaq, bizimdir, bizim olacaq Qarabağ. Bunu bilməlidir hər bir uşaq, bizimdir, bizim olacaq Qarabağ. Qurban məskənimsən Azərbaycanım, bizim olacaq Qarabağ. Bizim olacaq Qarabağ. Bizim olacaq Qarabağ. Sən Azərbaycanım, bizim olacaq Qarabağ. Sən Azərbaycanım. Bizim olacaq Qarabağ. Bizimdir, bizim olacaq Qarabağ. Bizimdir, bizim olacaq Qarabağ. Bizimdir, bizim olacaq Qarabağ. Və müvəssili səhnəyə dəvət etmək istəyirik. Bu qala daşlı qala. Daha sonra isə xor kollektivi Heyratı ilə çıxış edəcək.
incilərindən biridir. Düz deyirsən, sözümüzü sonra deyərik.
yaşayırsan? Hansı yeniliklər var həyatında? Məndə hər şey əvvəlki kimi. Lakin indi çox soyuqdur, qış gəlir. Yaxınlarda qar yağacaq. 11 əvvəl son dəfə ayrıldıqdan sonra mən sənə çox yazmışam. Sənsiz necə yaşadığım haqqında yazmışdım. Amma sən ya məktubları almamısan, ya da ki onları oxumamısan. Bəlkə də oxumamağın daha yaxşıdır. Oxusaydın mənim üçün narahat olardın və vicdan əzab çəkərdim. Lakin mən sənin oğlunam və başa düşürəm ki, bu çox çətindir və xoş deyil. Ona görə də susuram və özümü göstərirəm ki, hər şeyi dözürəm. Əslində elə həqiqətən də məndə hər şey normaldır, artıq normaldır. Sən məni verəndən sonra mən onların dilində danışmağı öyrəndim. Mən indi yalnız onların dilində danışıram. Əvvəllər mənə çox çətin idi. Ətrafımdakılar mənə bu dilin, mənim doğma dilimin olmasını, bu dilin mənim genlərimdə gizləndiyini də edirlər. Lakin mən buna inanmıram, ata. Sən həmişə mənim başqa dillərdə danışmağımın tərəfdarı idin. Digər övladlarını da digər dillərdə danışmağa məcbur edirdim. Onlar əcnəbi dillərdə pis danışsa da, qonaqları incidəcəyindən qorxurdum və onlara başqa dillərdə danışmağı tövsiyə edərdim. Düzünü desəm, mən heç başa düşə bilmirdim ki, biz niyə qonaq dildə danışmalıyıq? Bizdə nədənsə hər şey tərsinə idi. Atacan, düşünmə ki, mən hər zaman ailədə xüsusi bir yerimin olduğunu başa düşürdüm. Sən mənə deməmişdin ki, mən ən yaraşıqlı, ən sevimli, ən istedadlı və ən çağırsı edim mənəm. İndi tez-tez düşünürəm ki, bunlar mənim neyimə lazımdır. Kimə göstərim? Ata, mən sənin olduğun vaxtlar üçün darıxıram. Sənin ayrıldıqdan sonra hər gecə müxtəlif yuxular görürəm. Yuxularımda biz bir yerdə oluruq, öz ana dilimizdə danışırıq. Mən məmnunam, bəzənmişəm, yaralarım da yoxdur. Bir də ata, mən oyanıram və sesim əks-səda verir və ruhumuza oxşayır. Bilirsən ata, mən sənə demək istəmirdim, amma mənim yeni adım var, bağışla. Amma onlar mənim adımı dəyişdilər və özlərindən bir ad qoydular. İndi mənim adım, neysə, yaxşısı budur yazmayım. Yazsam sənin əhvalını pozacaq. Mən səni vacib şənin ayırıb, keyfini pozmaq istəmirəm. Əslində bu məktubu da yazmamalıydım. Səni bir çox problemdən ayırdım. Amma inan ki, mənə çox çəkindir. Hər yerdə onlar var. Hər dəqiqə çalışırlar ki, onlara bənzəyim. Mənim üzərimdə dərin izlər qoymaq istəyirlər ki, sonra bax, bu bizimdir desinlər. Atacan, mənim artıq dayanmağa gücüm qalmayıb. Mən bütün təhqirlərə dözürəm və susuram. Mən aşağılanar onlara öyrəşirəm. Bilirsən, 11 il bütün kökləri kesib atmaq üçün böyük bir zamandır. 11 olan köklərin yerində yeni nəsil yetişdirmək üçün də kifayət qədər uzun zamandır. Çox güman ki, bir gün qarşılasaq, sən məni tanımayacaqsan. Ədalətsizlik mənim şuurumda dərin iz buraxır. Və mən bunu sənə heç vaxt bağışlamayacağım, adam. Axmaq suala görə üzr istəyirəm. Mənə qaytar.